Əziz şagirdlər, hər vaxtınız xeyir. Mən Emaşon Tədris Mərkəzinin abituriyent şöbəsinin ingilis dili müəllimi Əfsanə Həsənova. Bugün sizlərlə 4 may tarixində keçirilmiş 5-ci siniflər üzrə təkmilləşdirmə sınavının izahına baxırıq. Gəlin ilk olaraq dinləmə mətnimizi dinləyək. Sally was petting her cat. Her cat's name is Kitty. Kitty is a large black cat. Sally ran her finger down Kitty's back. She loved her cat. Her cat smelled like shampoo. She had been washed that morning. Cats do not like water. Kitty, on the other hand, liked water. Kitty was a friendly cat. Sally was on her bed. Kitty fell asleep. Sally was thirsty. She did not want to wake up Kitty. She picked up her cell phone. She called her little brother. She whispered into the phone and said, "Get me a glass of water, please." Her brother said, "Okay." He was downstairs watching television. He went to the kitchen. He got a glass of water. He took it upstairs to his sister's room. He did not know Kitty was asleep. He slammed the door open. Kitty woke up and ran away. Deməli, birinci sualımızda What is the passage meal about? Sualımız mətnimiz nə haqqındadır? Və biz də dinləmədə Sally's cat pişiyi haqqında eşitdik. Düzgün cavabımız A variantı olacaq. İkincidə Which statement is true according to the passage? Mətnə görə düzgün olan variant istəyir bizdən. Dinləməyə görə A'da Kitty was a brother's name. Kitty qardaşının adı idi, xeyir pişiyin adı idi. Sally didn't like the pets. Sally ev heyvanlarını sevmir, xeyir sevir, pişiyi var hətta. Cədə she washed the cat in the afternoon. Deməli, axşamlar çimizdirir, amma əksinə səhərlər. Dedi, cats didn't like water. Bəli, pişiklər suyu sevmir. Daha doğrusu dinləmə mətnimizə əsasən dedik, pişik suyu sevmirdi. 7 isə she asked her brother a cup of tea. Qardaşından çay istədi. Çay yox, su istəmişdi. Düzgün cavabımız olacaq D variantı. 3də choose a close meaning to the given word little from the passage. Deməli, burada little sözünün bizdən close deyirsə sinonim istəyir. Yaxın mənalı sözünü istəyir. Little balaca, small da balaca deməkdir. Digər variantlar big, huge, large, böyük deməkdir. Smell isə ətir, yəni ki, qoxlamaq, iyləmək deməkdir. 4-cüdə burada baxırıq ki, mətni cümləyə əsasən, daha doğrusu cümlənin mətninə əsasən tamamlamaq lazımdır. Sally her cell phone. Dinləmədə necə eşitdik? Sally picked up her cell phone. Qardaşına telefonu götürdü və qardaşına zəng vurdu, su istədi. 5-cidə bizdən yanlış olanı istəyir, incorrect istəyir. A'da Sally liked cats. Sally pişikləri xoşlayırdı. Bəli, bu düzgündür. B bəndində her brother didn't give her a glass of water. Qardaşı ona bir stəkan su vermədi, amma əksinə, çünki zəng edib su istəyəndə qardaşı dedi ki, "Okay." Yəni gətirdi və hətta qardaşı içəri girəndə pişik də yuxudan durdu. Bizdən yanlış olanı istəyirdi. Düzgün cavabımız B variantı olacaq. Digər cümlələrimiz doğrudur. 6-cı sualda to be-nin keçmiş zaman formasını istəyir və biz bilirik ki, to be-nin keçmiş zaman forması bir dəqiqə. Deməli was, bir də were-dür. Was-u biz nə zaman işlədirik? I-da, he-də, bir də she-də, bir də it-də. Yerdə qalanlarla, yəni you, we, bir də they. Bunlarla isə were işlədirik. İndi burada baxıram ki, sual cümləsində to be-nin forması önə keçdiyinə görə mənim mübtədam you-dur. You ilə biz dedik ki, were işlətməliyik və aynı anda was işlətməliyik. Düzgün cavabımız were və was olmalıdır. Deməli, olacaq B variantı. 7-ci sualda present simple-da bağlanan bir test tapşırığıdır. Baxırıq ki, ilk olaraq mübtədamıza baxaq hələ ki. Mübtədamız 3-cü şəxsin təkindədirsə, biz bilirik ki, feilimiz təsdiqdə S sonluğunu qəbul edir və yaxud da IS sonluğunu qəbul edir. İnkar və sualda isə does və doesn't-dan istifadə edirik. İlk olaraq gəlin does'lara baxıram ki, burada don't olan variantlar çıxacaq, çünki 3-cü şəxsin təkində biz don't verə bilmərik. Daha sonra baxıram ki, burada often var, yəni zaman zərfimiz var. Zaman göstəricimiz var və biz bilirik ki, adətən bu zaman göstəriciləri harda işlənir? Əsas feildən öncə işlənməlidir. Baxıram ki, sizin əsas feiliniz go-dur. Does köməkçidir, əsas go-dur. Often go-dan sonra işlənib, yanlışdır. C variantında düzgün cavabımdır, çünki go əsas feildir, often əsas feildən öncə gəlib. Y variantında isə
Goes often yenə də əsas feildən sonra işlənib. Düzgün cavabımız olacaq C variantı. 8-ci sualda some any ilə bağlı olan bir test tapşırığıdır və biz öyrəndik ki, some təsdiq cümlələrdə, any isə inkar və sual cümlələrində işlənir. Some'ı bir şərtlə mən təklif bildirən və xahiş təklif bildirən sual cümlələrində işlədə bilərəm. Some. Və əgər cümləmiz xahiş və təklif bildirən sual cümləsi olmasa, yəni ki, would you like-la, can I-la, can you-la başlamasa, deməli o cümləmiz xahiş və təklif bildirən sual cümləsi deyil. Onun yerinə any işlətməliyəm. İndi burada baxıram ki, would you like-la başlamayıb, can-la başlamayıb. Deməli, bu normal bir sual cümləsidir və biz bilirik ki, sual cümləsində any işlənməlidir. No, they aren't. Burada da baxıram ki, inkar cümlədir və any inkarda işlənir. Düzgün cavabımız hər ikisində any olacaq, B variantı. Some'lar işlətmədim. E-artiklı cəm isimlə işlənməz. Yenə də an artiklı cəm isimlə işlənməz. Some isə inkarda işlənməz. 9-cu sualda choose the lines with uncountable nouns. Sayıla bilməyən isimlər istəyir bizdən və biz öyrəndik ki, sayıla bilməyən isimlər maye halında olan isimlər sayıla bilməz, toz qırıntı halında olan isimlər sayıla bilməz, fənn adları, oyun adları sayıla bilməz. Gəlin baxaq görək nə var burada. Mücərrəd isimlərin bəziləri sayıla bilməz. Baxırıq ki, burada deməli advice, news, cream. Bunların hər üçü sayıla bilməyən isimdir. Biri götürəcəm. Sheep, farmer, cow. Biz inəkləri saya bilirik, fermerləri saya bilirik, quzuları cəmləndirə bilirik. Əgər bir ismi cəmləndirə bilirəmsə, deməli o isim sayıla bilər. 3-də baxın, milk, coffee maye halındadır, flour, un, toz halındadır. Bunlar dedik ki, sayılmır. 1-lə 3 olacaq düzgün cavabımız, 4-dəkilər isə sayılır. 10-cu sualda Friday, həftənin günlərinin qarşısında biz dedik ki, 10 söz önüsü işlənir. 11-ci sualda deməli, sifətin düzgün dərəcəsini istəyir. Baxın, burada göstərici axtarmaq lazımdır həmişə dediyimiz kimi. Z artiklı bir göstərici, have, və ikinci göstərici. Və bunlar da bizdən üstünlük dərəcəsini istəyir. Üstünlük dərəcəsi də bir dənə Y variantında var. Və burada baxırıq ki, uşaqlar, görürsünüz, kökdən dəyişən irregular adjectivesdir. Good, better, best, yəni the best. Bad, worst, the worst olur. Yəni üçüncü forma, yəni də üstünlük dərəcəsi the worst olacaq. Z artiklını cümlədə verdiyimizə görə variantlarda yoxdur. 12-ci sualda the cat was hungry and tired. Pişik deyir, ac və yorğun idi. Ona görə də o yedi. Nə yedi? Yeməyini yedi və yatdı. Deməli, nə? Pişik öz yeməyini yedi. Pişiyin özünün yeməyini yeyib. Yəni biz bilirik ki, cat burada baxın itlə əvəz edib və itin də yerlik əvəzliyi nə olacaq? It's. Düzgün cavabımız C variantı. 13-cü sualda burada uşaqların çox etdiyi bir səhv var. Hilda and I, çox şagird am istifadə edir, I-ı görüb. Ancaq biz bilirik ki, artıq and bağlayıcısı varsa ortada 2 nəfərdən söhbət gedir. Və mən deyirəm ki, Hilda və mən sual verəndə kim, biz deyə sual verirəm. O zaman deməli, mən bunu əvəzliklə əvəz etsəm, we yazaram və we-dən sonra da biz bilirik ki, to be-nin forması olaraq are-dan istifadə edirik və yenə də ikinci tərəfdə are. İndi baxaq görək, inkar məsələsi varmı? Baxırsınız ki, burada uşaqlar I are, baxaq görək, B bəndində B bəndini gəlin sizə izah edim. Baxın, deyirəm ki, Hilda and I have got in the garden. Have got nə deməkdir? Malik olmaq, nəyəsə sahib olmaq. Məsələn, desəydim ki, Hilda and I have got a garden. Bağımız var. Baxın, in da bildirir, məkan bildirir, yer bildirir. Deyirəm ki, Hilda and I are in the garden. Hilda və mən bağdayıq və bağdayıq. Amma deyə bilmərəm ki, Hilda və mən bağda var. Bağda nə var? Ona görə have got-u çıxacaq. Əmi də çıxaram ki, dedik ki, 2 nəfər varsa əm işlətmirəm. Qaldıq C və Y arasında. İkinci tərəfdə isə davam edici zaman present continuous dərsimizlə bağlıdır. Burada da baxın, biz bildik ki, indiki davam edici zaman to be-nin forması və feilin sonuna ing artırmaqla düzəlir. We are watering. C bəndi düzgün cavabımdır. Y bəndində isə watering, ing-li sözüm var. Bəs qarşısındakı to be hanı? To be olmasa, indiki davam edici zaman sayılmaz. Düzgün cavabımız C variantı olacaq. 14-cü sualda baxın. Burada baxıram ki, cümlənin ən sonudur. Əvəzliklə bağlı olan bir test tapşırığıdır. Cümlənin sonunda adlı xal gəlməz. Adlı xalda olan əvəzliklərimiz hansılardır? I, you, he, she, it, we, you, they. Bu olan variantları çıxıram. B-ni çıxdım, C-ni çıxdım və D-ni çıxdım. Qaldıq A və Y arasında. My friends and I are going to a movie. Dostlarım və mən filmə baxmağa gedəcəyik. Would you like to join?
Bizə qoşulmaq, baxın, istər-istəməz mən o bizə kəlməsini çıxaracağam. Qoşulmaq istəyərsən, hara qoşulum? Bizə qoşulmaq istəyərsən deyə sual verirəm də, düzdür? Bizə qoşulmaq istərdin. Düzgün cavabımız olacaq A variantı. Mənə qoşulmaq istərdin deyə bilmərəm. Çünki burada mübtədamız təkcə mən deyil, dostlarım və məndir və biz dedik ki, and-dən sonra I varsa biz onu V ilə əvəz edərik və V-nin də obyekt halı as olacaq. 15-ci sualda baxırsınız ki, burada choose the right word to give a definition, pale yellow or golden color. Baxın, solğun bir sarı və yaxud da ki, qızılı rəngə çalan hansıdır? Blond, sarışın. B variantı olacaq. Curly qıvırcıq deməkdir, face scanned, açıq dərli deməkdir, straight, düz, short isə qısa. Mətnimizə baxaq. Nowadays in England, tea is quite the most popular and also the cheapest of all drinks. Bu günlərdə İngiltərədə çay tamamilə ən məşhur və hətta ən ucuz içkilərdən biridir. People drink their tea in different ways. İnsanlar çayı müxtəlif yollarla içirlər. Some like it with sugar, some without. Bəziləri onu şəkərlə sevir, yəni çayı şəkərlə sevir. Bəziləri isə şəkərsiz. Some drink it with milk, some with lemon. Bəziləri südlə içir, bəziləri isə limonla. Və bilirsiniz ki, İngiltərədə, yəni British mədəniyyətinə görə çayı südlə içirlər onlar. Daha elə çox sevirlər. Yet one way or another, just about everyone drinks tea. Yəni, hər nə olursa olsun, bu və ya başqa yolla hər kəs çay içməyi sevir. This, however, has not always been the case. Bu, baxmayaraq ki, hələ də bir səbəb deyil. During the last century, when tea was very expensive, it was kept locked up and the lady of the house had the key. Deyir ki, keçən əsr müddət ərzində çay çox bahalı olanda onlar deməli kilitli saxlanırmış və evin qadınında açar ancaq evin qadınında olurmuş. Yəni çay o qədər bahaymış ki, yəni çayı harasa qoyub ağzını kilitləyirlərmiş və açar da yalnız evin qadınında olurmuş. Tea drinking then was quite a ceremony reserved for the evenings. At breakfast, everyone drank beer. Deyir ki, çay içmə mədəniyyəti daha sonra bir mərasim kimi təşkil olunur və hər axşam üçün saxlanılırdı. At breakfast, everyone drank beer. Axşamlar isə, daha doğrusu səhər yeməyində isə hər kəs piv içirmiş. Deməli, çayı axşama saxlayırmışlar, səhərlər isə piv içirmişdi. İndi baxaq müqayisə edək. Compared with the past in England today, keçmişlə müqayisədə İngiltərədə bugün, more people prefer beer. Çox insan pivə üstünlük verir. Xeyr. B bəndinir. Tea is so expensive. Çay çox bahalıdır. Dedik ki, bahalı deyil. Keçmişdə bahalıymış. Tea is very cheap and available. Çay çox ucuz və əl çatandır. Bəli. Sugar is becoming less popular. Şəkər daha az məşhur olub. Xeyr. People don't care about the quality of tea. İnsanlar çayın keyfiyyətinə o qədər də önəm vermirlər. Mətnimizdə heç belə bir cümlə keçmədi. Mətndə olmayan bir cümləni götürmürük. Düzgün cavabımız C variantı. We can understand from the passage. Biz mətndən nə başa düşürük? English people always prefer beer. İngilislər həmişə pivə üstünlük verib. Xeyr. Tea is popular in England. Bəli, cavabımız budur. Deyir ki, İngiltərədə çay çox məşhurdur. C-də drinking tea with lemon is a habit only in England. Limonla çay içmək yalnız İngiltərədə bir vərdişdir. Xeyr, mətnimizdə belə bir cümlə keçmədi. Like tea, beer is also a popular drink. Çay kimi pivə də çox məşhur bir içəcəkdir. Xeyr, mətnimizdə belə bir cümləyi vermədik. English people dislike holidays. Bu da mətnimizdə yox idi ki, İngilislər bayramları sevmirlər. Düzgün cavabımız oldu B variantı. The word it in bold refers to. Baxın, qara hərflə verilmiş it nəyi əvəz edib? Hansı ismi əvəz edib? Biz əvəzlikdən bilirik ki, əvəzlik ism əvəz edir. Gəlin baxaq. Baxın, sizə belə sual düşəndə həmişə altına xətt çəkilmiş sözü soruşanda ondan öncəki cümləni oxuyun. Məsələn, some like it with sugar. Bəziləri onu şəkərlə xoşlayır. Belə tərcümə edəndə tapa bilirik ki, şəkərlə nə içirik? Çay içirik də. Ondan öncəki cümləmizi oxuyaq. People drink their tea in different ways. İnsanlar çayı müxtəlif yollarla içir. Bəziləri şəkərlə içir. Nə içir? Çayı. Deməli, it çay əvəz etdi. Burada da düzgün cavabımız olacaq B variantı. 19-da when do they drink beer? Pivəni nə vaxt içirlər? Dedik ki, səhər yeməyində çayı axşama rezerv edirdilər və səhərlər isə pivəni içirdilər. 20-ci sualda isə choose the opposite meaning from the passage to the given word cheap. Cheap sözünün, cheap nə deməkdir? Ucuz. Opposite deyirsə, əks məna istəyir sizdən. Cheap ucuz, mənə lazımdır bahalı, expensive də bahalı deməkdir. Lock kilit, century əsr, expensive bahalı, quite tamamilə, way isə üsul yol deməkdir.